Axtarış yerindən seçdiyimiz məlumata əsasən cədvəldə olan sətirlərin fərqləndirilməsi. Bunu necə edəcəyimizə birlikdə baxaq. İlk öncə məlumatı axtarış edəcəyimiz xananı seçib, Data menyusundan Data Validation seçirik. Açılan pəncərədən Any Value hissəsini list olaraq dəyişirik və source yerinə şəhərlər olan diapazonu daxil edib OK deyirik. Daha sonra cədvəlimizi tam olaraq seçirik. Home menyusundan Conditional Formatting seçib New Rule deyirik və burada açılan pəncərədən Use a Formula hissəsinə gəlib Formula yaz hissəsindən bərabər yazıb axtarış xanasını seçirik və bərabər deyirik. Axtaracağımız dəyər şəhər sütunu olduğu üçün şəhər sütununda birinci xananı seçirik və 2 dəfə Fn F4 deməklə yalnız sütunu sabitləməni saxlayırıq. Format hissəsindən istədiyimiz rəngi seçib daha sonra OK deyirik və bir daha OK tıklayırıq. Ondan sonra gəlib istənilən məlumatı seçdiyimiz zaman gördüyümüz kimi həmin məlumata əsasən cədvəldə həmin sətirlər fərqlənmiş olur.